Quba rayonunda baş verən ağır yol nəqliyyat hadisəsi faciə ilə nəticələnib. Ajansazın məlumatına görə hadisə rayon ərazisində qeydə alınıb. Bəhram Allahverdiyev tərəfindən idarə olunan Nissan markalı minik avtomobili yolda hərəkətdə olan piyadanı Humay Zeynalovanı vurub. İlkin məlumata görə hadisə zamanı sürücü yolu keçmək istəyən Humay Zeynalovanı vaxtında görməyib və nəticədə piyada avtomobilin zərbəsi ilə ağır xəsarət alaraq hadisə yerindəcə dünyasını dəyişib. Hadisə yerinə dərhal hüquq mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub. Həkimlər tərəfindən qadının həyatını xilas etmək mümkün olmayıb. Quba rayon polis şöbəsi və prokurorluğu tərəfindən hadisə ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Faktla bağlı istintaq davam etdirilir. Sürücünün hərəkətləri və qəzanın dəqiq səbəbləri araşdırılır. Hüquq mühafizə orqanları və aidiyyatı qurumlar vətəndaşlara həm sürücü, həm də piyada kimi yol hərəkəti qaydalarına ciddi əməl etməyə çağırır.